Sentyabrın 15-dən 22-sinə dək valideynlərdən 3 dəfə pul yığılıb. İndi isə Beynəlxalq Müəllim Günü münasibəti ilə 30 manat ödəmələri ilə bağlı tələb irəli sürülüb. Bu iddia ilə Xəzər Xəbərə Bakıdakı 148 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər. İddialara aydınlıq gətirmək məqsədi ilə biz də 148 saylı tam orta məktəbə üz tutduq. Valideynlər də səsləndirilən iddiaları təsdiqlədilər. Süpürgə pulu, xlor pulu, nə bilim o pulu, bu pulu, müəllimənin ad günüdür, müəllimənin bacısının ad günüdür, müəllimənin anası öldü, müəllimənin babası öldü. Daha çox hansı siniflərdə baş verir bu? Məsələn, hamısında. Neçənci siniflərdədir? 1-də, 2-də. Fond pulu, təmir pulu. Fond pulu olur. Nə qədər xərcləmirsiniz fond pulu? Aylıq neçəsə 5 manata qədər səhv eləmirəmsə. Hər ay mı verirsiniz? Hər ay veririk. Bu fond pulu deyəndə o fonda yığılan pul nəyə xərclənir? Maraqlanırsınız? Bizə təmizlik kimi, bir də təmir kimi məlumat verilir. Məbləğin azlığının çoxluğuna aidiyyət olmayaraq valideynlər narazıdır. Stol məsəl üçün nasazdırsa, hər hansısa bir şey olarsa, yəni təbii ki, mən özüm övladım gedir də. Yəni mən o nazirliyi gözləyə bilmərəm ki, o gəlsin təmir eləsin və yaxud da nəsə hər hansısa bir şey. Pul vallahi, yəni mən durun deyim yalandan deyim ki, yığılmır, yığılanda yığılır. Tək bu məktəbdən getmir ki, ümumi məktəblərdən hamısında onsuz da olan bir şeydir də, yəni. Bəzi valideynlər isə pul yığılmasının yalan olduğunu iddia etdilər. Mən Reyhan müəllimədən çox razıyam. Hədsiz razıyam. Həm uşaq üçün can yandırır, həm uşağı gözəl öyrədir. Mən hələ valideynəm, mən hələ bir manat söhbət eşitməmişəm. Yəni vicdanımla deyirəm. Müəllim günü ilə bağlı və fond pulu, təmir. Yox, ümumiyyətlə, yəni hamı bilir ki, bizim sinifdə elə bir şey ümumiyyətlə yoxdur. Mən çox razıyam məktəbdə. Mənim uşağım hələ gəlib mənə deməyib ki, ata mənə pul ver, aparım məktəbə. Hər kəs də deməyib anasına deyil. Heç anasına da deməyib. 148 saylı məktəbin ibtidai sinif müəllimi Reyhan Hacıyeva da səsləndirilən iddiaları təkzib etdi. Xeyr, birinci hələ müəllimlər günü hələ qabaqdadır, bu söhbət yoxdur. Dərs təzə başlayıb, fond pulu da ümumiyyətlə yoxdur. Yox, ümumiyyətlə müəllim günü hələ nə vaxtdır, hələ biz dərsə başımız qarışıb, təzə başlamışıq, diaqnostiklərlə məşğuluq. Yəni, ora heç biz gedib çıxmamışıq. Yəni, səmimiyyətlə deyirəm ki, elə bir şey yoxdur. Məsələ ilə bağlı Bakı şəhər üzrə təhsil idarəsindən Xəzər Xəbərə bildirildi ki, 148 saylı tam orta məktəbdə vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzinə saxlanılır. Sevinç Vaqif qızı, Səbuhi Mustafayev, Xəzər Xəbər.